Dəyərli şagirdlər, bu günləri Asiya ölkələrinin izahını verəcəm. İlk öncə başlayaq Ərəb-İsrail müharibəsindən. Deməli, 2-ci Dünya müharibəsindən sonra Ərəbistan yarımadasında müstəqil ərəb dövlətləri meydana gəlmişdir. 1947-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının 2 əsas qərarından danışacağıq. Bu qərara əsasən Fələstin ərazisində Fələstin və İsrail dövlətləri yaradılmalı idi. Qüds şəhəri isə beynəlxalq statusa malik olmalı idi. Gəlin isə bu qərarı xəritə üzərindən baxaq. Deməli, həmin bu qərara əsasən yaşıl zolaq olan ərazilərdə, yəni bu ərazilərdə Fələstin dövləti yaradılmalı idi. Göy zolaqlı ərazilərdə isə bu təxmini olan bir xəritədir. Bu ərazilərdə isə deməli İsrail dövləti yaradılmalı idi. 1947-ci ildə qəbul olunmuş qərara əsasən. Və bu qərardan sonra 1948-ci ildə İsrail dövləti yaradılır. İsrail dövlətinə qarşı ərəb dövlətləri müharibə elan edir. Beləliklə Ərəb-İsrail müharibəsi başlayır. Ərəb-İsrail müharibəsi biz 3 Ərəb-İsrail müharibəsindən danışacağıq. 1948, 1967 və 1973-cü illərdə baş verən Ərəb-İsrail müharibəsində. Birinci başlayaq 1948-ci ildə baş verən Ərəb-İsrail müharibəsində. Bu müharibədə İsrail tərəf qələbə qazanır, ərəb tərəf isə məğlub olur və nəticədə İsrail BMT-nin qərarına əsasən Fələstin dövlətinin əraziləri İsrail tərəfindən nəzarət altına alınır. Və 100 minlərlə Fələstin BMT-nin təşkil etdiyi qaçqın düşərgəsinə məskunlaşdırılır. Bu müharibədə ərəblərin məğlub olmasının əsas səbəbləri müharibənin həm yaxşı idarə olunmaması, eyni zamanda İsrailin, yəni qüvvələrin nisbəti İsrailin xeyrinə olması və İsrailə xarici yardımların olması idi ki, 1-ci Ərəb-İsrail müharibəsində İsrailin qələbəsi ilə nəticələnmişdi. Bu müharibədən sonra 1964-cü ildə Yasir Ərəfatın başçılığı ilə Fələstin Azadlıq Təşkilatı, yəni FAT yaradılmışdır. FAT İsrailə qarşı partisan müharibəsi aparmışdır. Bizə FAT-ın daha çox xronologiyası gəlir, yəni 1964-də olduğunu dəqiq bilməyimiz lazımdır. Növbəti Ərəb-İsrail müharibəsi 2-ci Ərəb-İsrail müharibəsi idi. 1967-ci ildə baş vermişdi. Bu müharibə nəticəsində İsrail Şərqi Qüdsü, Qəza bölgəsini və Sinay yarımadasını işğal etmişdi. Gəlin indi isə ona xəritə üzərində baxaq. Xəritə üzərində baxdıqda isə Şərqi Qüds əraziləri, Qəza zonası və Sinay yarımadası İsrail tərəfindən işğal edilmişdi. Eyni zamanda biz 1967-ci ildə baş verən bu müharibəni 6 günlük müharibə də kimi qeyd edirik və biz bu müharibədə ərəblərin məğlub olmasının əsas səbəbi korrupsiyanın olması və pis idarə etmə sistemini qeyd edirik və Fələstin hərbi siyasi qrupları burada beynəlxalq terror hadisələri başlatmışlar. Növbəti Ərəb-İsrail müharibəmiz isə 1973-cü ildə baş vermişdir. Bu müharibədə ərəblər itirilmiş əraziləri geri qaytarmaq istəyir. Yəni başlama səbəbi bu idi. Və bundan sonra biz 3-cü Ərəb-İsrail müharibəsinin beynəlxalq miqyas aldığını qeyd edirik. Bunun əsas səbəbi ondan ibarət idi ki, tərəflər arasında digər ölkələrin yardım etməsini deyəcək. Yəni belə deyək, SSR ərəb ölkələrinə yardım edəcək, ABŞ isə İsrailə yardım edəcək. Bu yardımlar bu müharibənin beynəlxalq miqyasa aldığını gətirən əsas amillərdən biri idi. Və bu müharibədə ərəb dövlətləri neftin qiymətini 4 dəfə qaldırmışdı və dünyada ilk dəfə neft şokuna səbəb olmuşdu ki, bunu biz keçən illəri 2025-in qəbulun sitasiya sualında görmüşdük. Növbəti məsələmiz 1970-ci illərin ikinci yarısında iqtisadi və sosial problemlərlə Misir ilə İsrailin yaxınlaşmasını qeyd edirik. 1928-ci ildə bu yaxınlaşma nəticəsində Camp David sazişi imzalanmışdı. Həmin bu sazişə əsasən biz Sinay yarımadasının Misrə qaytarıldığını deyirik. Bu Sinay yarımadası 1967-ci ildə bayaqları 2-ci Ərəb-İsrail müharibəsində İsrail tərəfindən tutulan Sinay yarımadasıdır ki, Misrə qaytarılmışdır. Nəticədə Misirlə İsrailin yaxınlaşması bütün ərəb ölkələri demək olar ki, Misirlə iqtisadi əlaqələrini kəsmişlər. Deməli, İsrail Qüds şəhərinin özünün vahid və bölünməz paytaxt elan etməsi 1980-ci ildə müharibənin daha da kəskinləşməsinə gətirib çıxartmışdı. Nəhayətində isə 1993-cü ildə Vaşinqton sazişinə görə Qəza xətti və Əliha şəhərində Fələstin muxtariyyəti yaradılmalı idi. Münaqişə bu gün də müasir dövrdə də hələ də davam edir. İndi isə Hindistan mövzusunu izah edirik. Biz qeyd edirik ki, Hindistan 19-cu əsrdə İngiltərənin tam müstəmləkəsi altındaydı. 1856-cı ildə Altın yazısının tutulması ilə Hindistan ərazisi ingilislərin tam olaraq müstəmləkəsinə keçmişdir. Və burada ingilislər 2-ci Dünya müharibəsində ingilislər Hind döyüşçülərini cəbhə xəttində onlardan istifadə edirdi. Bu isə Hindlilərin milli azadlıq hərəkatının başlamasına gətirib çıxartmışdı və milli azadlıq hərəkatı Hindistanda Mohandas Gandhi tərəfindən aparılırdı və İngiltərə bu azadlıq hərəkatını yatırmaq üçün bir çox tədbirlər görmüş. Bu tədbirlərdən biri islahatlar keçirməyi vəd etdi. Eyni zamanda burada olan iki böyük icma var idi: Hindlilər və müsəlmanlar. Bunlar arasında nifaq salıb və milli azadlıq hərəkatını yayındırmağa çalışdı. Amma buna baxmayaraq İngiltərə qalib ölkə kimi 2-ci Dünya müharibəsindən çıxandan sonra iqtisadi vəziyyətinin pisləşdiyini qeyd etmişdik. Ki hətta biz orada dedik ki, İngiltərə borc verən ölkədən borc alan ölkəyə çevrilmişdi. Bütün bu proseslər ingilisləri məcbur etdi ki, Hindlilərə güzəştə getsin və 1947-ci ildə İngiltərə parlamenti Hindistana və Pakistana müstəqillik verdi və burada Mohandas Gandhinin apardığı bu milli azadlıq hərəkatı onun bu mövqeyi 1948-ci ildə Hind millətçisi tərəfindən, belə deyək, terrorçu tərəfindən narazılıqla qarşılandığı üçün ona qarşı sui-qəsd təşkil edilib öldürüldü. Gəldik isə əsas və bu gün də davam edən Kəşmir münaqişəsinə. Kəşmir münaqişəsi biz deyirik ki, Kəşmir Hindistanla Pakistan arasında yerləşən sərhəd ərazisi idi. Bu gün də həmin münaqişələr davam edir və 1949-cu ildə bu münaqişə aradan qaldırılması üçün BMT vasitəsilə razılığa gəlindi. Həmin razılığa görə Kəşmirin 1/3 hissəsi Pakistana, 1/2 hissəsi isə Hindistana verilmişdi. Gəlin isə indi buna xəritə üzərində baxaq. Bildiyimiz qədər Hindistan hal-hazırda Hindistan yarımadası ərazisində yerləşir. Bura Hindistan, bura isə Pakistandır. Kəşmir zolağı isə bu ərazidə yerləşir. Kəşmir Hindistanla Pakistan arasında münaqişəli zonadır. Bu gün də Hindistanla Pakistan arasında həmin bu ərazilərdə mübarizə gedirdi. Və Hindistanın milli azadlıq hərəkatının əsas üzvlərindən biri də Cəvahirlər Nehru idi və bu ilk baş nazir təyin edildi. 1947-ci ildən 1964-cü ilə qədər baş nazir kimi fəaliyyət göstərmişdir və Hindistanın daxili və xarici siyasətinin prinsiplərini hazırlamışdır. Bu prinsipləri keçməmişdən öncə qeyd edək ki, 1950-ci ildə Hindistan Respublika elan edilmişdi. İndi isə Nehrunun daxili və xarici siyasətinə baxaq. Daxili siyasətinə görə milli birlik və iqtisadiyyatın planlı inkişafı, eyni zamanda demokratləşmə təşkil edirdi. Xaricə görə isə xarici siyasətinə görə hərbi bloklara qoşulmamaq, sülh və əməkdaşlığı müdafiə edirdi. Yəni qısa olaraq deyirik ki, Nehrunun daxili siyasəti demokratikləşdirmə, xarici siyasəti isə sülh və əməkdaşlığı təşviq edirdi. Nehrudan sonra isə biz Indira Gandhinin baş nazir təyin etdiyini deyəcəyik 1966-cı ildə və ilk qadın baş nazir idi. Onun dövründə sənaye sahələri və banklar milliləşdirildi. Yəni dövlətin iqtisadiyyata nəzarətinin artırılmasını qeyd edəcək. Eyni zamanda yerli özünü idarə etmə ziddiyyətləri güclənmişdi. Ölkədə etnik, dini
münaqişələr baş verdi. Nəhayətində isə 1984-cü ildə Indira Gandhi sui-qəsd nəticəsində öldürüldü. Bu gün isə Hindistanın müasir tarixinə baxdıqda əhalisinin sürətlə artımını və əhalisinə görə isə birinci yerdə olduğunu qeyd edirik. Ümumiyyətlə burada inkişafın səciyyəvi 3 əsas cəhətini deyəcəyik. Özəlləşdirmə prosesinin olması, iqtisadiyyatın liberallaşdırılması, xarici kapitalın geniş cəlb olunması məsələsi idi ki, bu məsələlər iqtisadi inkişafın əsas xüsusiyyətlərindən biridir. Növbəti mövzumuz Pakistan olacaq. Pakistan 1947-ci ildə müstəqil dövlət kimi yaranıb və iki hissədən ibarət olmuşdur. Şərqi Pakistan və Qərbi Pakistan. Bayaqlarda xəritədə Pakistanı göstərmişdik. Şərqi Pakistan bugünkü müasir Bangladeş ərazisidir. Qərbi Pakistan isə müasir Pakistan ərazisidir. Dövlətin quruculuğunda biz Məhəmməd Əli Cinnənin xüsusi vurğulayacaq ki, o Pakistanın ulu öndəri, millət atası hesab olunurdu. 1956-cı ildə isə Pakistan Federativ Respublika elan edilmişdir. 1971-də isə Hindistanın hərbi müdaxiləsi ilə Şərqi Pakistanda müasir Bangladeş dövləti, 1979-cu ildə isə Pakistan İslam Respublikası elan edildi. 1988-ci ildə isə Pakistanda İslam dünyası ilk qadın baş naziri Benazir Bhutto təyin olunur. O 2007-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. Pakistan müasir dövrünə baxdıqda hazırda nüvə silahına malik olan ölkələrdən biridir və bu nüvə silahlarına Mahmud Qəznəlinin, Əmir Teymurun, Baburun adlarını vermişdir. Eyni zamanda Pakistan Azərbaycan Respublikası arasında bir-birlərini qarşılıqlı diplomatik əlaqələr qurmuşdular. Eyni zamanda Ermənistanı tanımamışdır. Azərbaycanı tanıyan ilk dövlətlərdən biri idi və 2-ci Qarabağ müharibəsində Pakistan Azərbaycana köməkliyini göstərmiş. Azərbaycan isə Kəşf məsələsində bu gün də Pakistana xüsusi dəstəyini bildirirdi. İndi isə keçək digər mövzumuza. İndi seçim mövzusunu izah edək. İlk öncə qeyd edək ki, 2-ci Dünya müharibəsi dövründə Homindanslar və kommunistlər arasında vətəndaş müharibəsi baş verir. Amma bu dövrdə Yaponiya qarşı həmin bu iki tərəf, yəni millətçi və kommunistlər vahid cəbhə yaradaraq Yaponiya qarşı mübarizə apardılar. Yaponiya məğlub olduqdan sonra, yəni 2-ci Dünya müharibəsində 1945-də məğlub olduqdan sonra yenidən millətlərlə kommunistlər arasında vətəndaş müharibəsi başlayır. Bu vətəndaş müharibəsi 1945-1949-cu illəri əhatə edir. Bu müharibədə kommunistlər qalib gəlir və kommunistlər qalib gəldikdən sonra 1949-cu ildə Çinin Kommunist Partiyası Mao Zedong rəhbərliyi ilə Çin Xalq Respublikası yaratdılar. Bu kommunistlərin yaratdığı dövlət idi, respublika idi. Millətlər isə Chiang Kai-shinin rəhbərliyi ilə Tayvan adasında Çin Respublikası, yəni Tayvan dövləti yaratdılar. Eyni zamanda Çin Respublikası 1950-70-ci illərdə BMT-də Çini təmsil etmişdir. Bundan sonraki dövrlərdə 1950-ci ildə Çin Xalq Respublikası ilə SSR arasında dostluq müqaviləsi imzalandı. Bu müqaviləni imzaladıkdan sonra ABŞ-ın antikommunist fəaliyyəti gücləndi. Yəni ABŞ həm SSR-yə, həm də Çinə qarşı mübarizəyə başladı. Bu mübarizə başladıqdan sonra ABC Tayvana kömək etdi. Yəni millətçilərə hərbi siyasi dəstəyini bildirdi. Eyni zamanda biz əvvəla qeyd etdik ki, Tayvanın yaradılmasında, yəni Tayvan dövlətinin yaradılmasında ABŞ-ın birbaşa köməyinin olduğunu da qeyd edirik. Çin Xalq Respublikasının ordusu 1950-ci illərin əvvəllərində Tibeti işğal edir. Bu ərazini işğal etdikdən sonra o əhaliyə dini muxtariyyətin verilməsi, siyasi və dini muxtariyyətin verilməsini vəd etmişlər və tərkibinə qatdıqdan sonra onlara bu muxtariyyəti verdilər. Amma əhaliyə qarşı tədbirlərini gücləndirmişdi. Bundan sonraki dövrlərdə kommunist islahatlarını deyəcək. Kommunist islahatı Mao Zedong'un başçılığında həyata keçirilmişdi. Bu islahata biz 5 illik plan da deyilir. Yəni bəzən kommunist islahatı deyə bilərik və yaxud da 5 illik plan da deyə bilərik. Bu iki sahədə aparılmışdır. Aqrar islahat və sənaye islahatı var idi. Aqrar islahatına görə mülkədarlardan alınan torpaq kəndlərə paylanılır. Müqavimət göstərən çoxlu sahibkarlar var idi ki, onlar öldürülür. Torpaq kəndlər arasında bölüşdürülür və kollektivləşmə başlayırdı. Sənaye islahatına əsasən özəl şirkətlər tədricən milliləşdirilir və dövlət mülkiyyətinə verilirdi. Yəni dövlətin nəzarəti gücləndirildi və sənaye məhsulda yüksək artımını təmin etmək üçün burada bayaq dediyimiz kimi 5 illik plan tətbiq edilirdi. Mao Zedong'un rəhbərliyi ilə 1958-ci ildə kənd təsərrüfatının, sənayeni inkişaf etdirmək üçün böyük strateji plan hazırlandı. Bu plan 1958-61-ci illərdə həyata keçirilmişdir və bu plana əsasən böyük kollektiv təsərrüfatlar, yəni kommunalların yaradılmasını deyəcəyik və burada əsas məqsəd Çinin dünyanın ən inkişaf etmiş ölkəsindən birinə çevrilmək istəyidir. Amma bu plan həyata keçmədi. Burada kütləvi şəkildə insanların aclıqdan öldüyünü qeyd edəcəyik və beləliklə böyük strateji planı ləğv olunur. Bundan sonraki tədbir isə mədəni inqilab idi. Bu mədəni inqilab hərəkatı 1966-1976-cı illəri əhatə edir. 1966-cı ildə Qırmızı Keşikçilər adlı dəstələr yaradılmışdı. Deməli bu qırmızı keşikçilərin əsas təkanverici qüvvəsi kəndlər idi. Bu kəndli qüvvə, yəni qırmızı keşikçilər ziyalılara, eyni zamanda incəsənət xadimlərinə qarşı mübarizə aparırdı və nəticədə ziyalıları ləğv etmək üçün universitetləri bağlamışdılar, məktəbləri bağlamışdılar. Eyni zamanda bunlar ziyalılar, incəsənət xadimləri falan, onlar hamısı ucqar kəndlərdə ağır işlərə cəlb edilirdi. Nəticə etibarilə mədəni inqilab hərəkatı kənd təsərrüfatının zəifləməsinə, sənaye müəssisələrinin bağlanmasına gətirib çıxardırdı və eyni zamanda vətəndaş müharibəsi təhlükəsi yaradırdı. Buna görə Zedong mədəni inqilabı dayandırır və 1966-cı ildə yaradılmış qırmızı keşikçiləri ləğv edirdi. Mədəni inqilab dövründə Çinin xarici siyasətdə kənarda qalması SSR ilə də münasibətlərinin gərginləşməsinə gətirib çıxartmışdı. Bunun əsas səbəblərindən biri kommunist hərəkatına rəhbərlik etmək uğrunda aparılan mübarizələr idi. Nəticədə 1969-cu ildə SSR ilə Çin arasında Damask adası uğrunda toqquşma baş verir və 91-ci ildə isə Damask adası Çinə verilmişdi. Mədəni inqilab dövründə biz onun əvvəlki dövrlərdə ABŞ-la Çin arasında münasibətlərin gərginləşdiyini deyirik. Bunun əsas səbəbi isə Tayvan dövləti, Tayvan uğrunda, yəni Tayvana birbaşa yardım etməsi idi ABŞ-ın. Amma mədəni inqilab dövründə bu münasibətlər dəyişir. Bunun səbəblərindən biri Çinin SSR ilə olan münaqişəsi idi ki, artıq ABŞ-ın da Çinə qarşı olan siyasətini dəyişir və nəticədə isə 1971-ci ildə Çin Xalq Respublikasının BMT-nin üzvü qəbul etməsinə razılıq verilmişdi. Sonrakı çevrilişdən sonra, yəni Deng Xiaoping hakimiyyətə gəlir, hakimiyyəti ələ keçirir və mədəni inqilabı sona çatdırır. Və 1970-ci ildə sonlarında köhnə inqilabçıların hakimiyyətini sona çatdırır və burada 4 modernləşdirmə adlı islahat keçirir. Həmin bu islahat kənd təsərrüfatı, sənaye, hərbi, elmi, texnoloji sahələrdə aparılmışdır. Kənd təsərrüfatında aparılan bu islahata görə kommunalar ləğv edilir. Kəndli sabit məhsul vergisi dövlətdən icarə haqqı verildi. Yəni dövlətə müəyyən icarə haqqı verib torpaqdan istifadə edir və özünə isə qalan məhsulu isə sata bilərdi. Yəni azad ticarət var idi. Bu prosesləri biz GİS dövründə qeyd etmişdik. Azad ticarətin olması və yaxud da kəndli məhsulun qalan sata bilməsi, bu prosesləri ondan da yadda saxlaya bilərik. Sənaye və ticarət məsələsinə gəldikdə isə sənaye məsələlərində istehsal hədəfi müəyyənləşdirilir və burada müəyyən bir sərbəstliklər verilir. Kapital qoyuluşuna imkan yaradılır. Elmi texnoloji baxımda müasir elmi texnologiya öyrənmək üçün xarici universitetlərdən təhsil almaq üçün
xeyli tələbələr göndərilir. Nəticə etibarı isə Çinin yeni müəssisələr açılır, məhsul istehsalının artımı və iqtisadiyyatın inkişafını qeyd edəcəyik. Növbəti məsələmiz isə Tiananmen hadisələridir. 1989-cu ildə baş vermişdi bu hadisələr. Mən bu hadisələri bir növ 1825-ci ildə baş vermiş Rusiya tarixində dekabrist hərəkatlarından bənzədirəm. Çünki burada qeyd edirik ki, yəni xaricdə təhsil alan Çinlilərin sayı çoxaldıqca onlar qərbdə demokratiyanı görüb Çinin azadlıqları məhdudlaşdırılmış vəziyyətdə narazı qalırdılar. Yəni Çinin belə deyək, idarə sistemindən narazı idilər və həmin o tələbələr 1989-cu ildə korrupsiyaya son qoymaq, demokratiyanın bərpa etmək üçün və ya demokratik idarə sistemi yaratmaq üçün üsyanlara başlayır. Bu üsyanlar Pekinin Tiananmen meydanında olur, amma bu kütləvi nümayişlər olsa da, lakin tank və qoşunlar tərəfindən dağıdılmışdır bu üsyan. Digər məsələ isə burada Uyğur türklərinə qarşı olan soyqırım məsələsidir. Deməli 1944-cü ildə Uyğur türkləri Şərqi Türkistan Respublikası yaradırlar, amma 1949-cu ildə Çin Xalq Respublikası bu respublikanı işğal edir və orada olan türklərə, Uyğur türklərinə qarşı assimiliyasiya siyasəti həyata keçirir. Eyni zamanda onları məcburi işlətmə, kütləvi həbslər, işgəncələr və sair məsələlər onlara qarşı terror hərəkatları, yəni soyqırımlar həyata keçirdilər və nəticədə bu soyqırımı ilk olaraq ABŞ tanımışdı, yəni soyqırım kimi qiymətləndirmişdir. Ondan sonra Kanada, Böyük Britaniya, Fransa və digər dövlətlər də soyqırım kimi tanınmışdır. Amma bütün bu məsələlərə baxmayaraq bir çox ölkələrdə buna öz mövqeyini bildirməmiş. Çünki Çinlə olan geniş iqtisadi əlaqələr və digər məsələləri nəzərə alaraq bu münasibətə belə deyək də soyqırım kimi qiymətləndirməmişlər. Çinlər isə bunu Uyğurlara qarşı apardığı bu mübarizəni, bu siyasəti terrorizmə qarşı aparılan mübarizə kimi adlandırırdı.